Məsələn, mən sizə, siz çox şahid olursunuz. Şəhərin bir küçəsini kəsirlər, qazırlar. Oradan Qalır orada, ha. hə, qazırlar, kommunikasiya keçirirlər oradan. Sonra siz oradan görürsünüz ki, orada bir yamanmış yer var. Və bu yamanmış yer az sonra bir qarda, yağışda da olub da çıxırlar. Aha. Nəyin nəticəsində olur? Nəyin nəticə? Adamlar bunu belə deyək də altdan çox düzgün şəkildə sıxışdırmırlar. Hə, belə deyim, necə görürsünüz, o ekskavatorun qabağına çınqıldan, daşdan verirlər, belə kəpçi ilə də bir vururlar. Sonra da üstünü düzəldirlər, çıxıb gedirlər. Amma normalda elə olmamalıdır. Məsələn, alət var ki, o alətin dəyəri, çox ciddi bir dəyəri var. Məsələn, dizel 10 minlərdədir qiyməti. Oo. Benzin versiyası 6-7 minlərdədir dəyəri. Yəni bu pulu xərcləmirlər. Nə edirlər? Götürüb primitiv yollar seçirlər. Amma bu onlara sonra 2 dəfə başa gəlir, 3 dəfə başa gəlir. Təbii ki, bir işi verən var, işi qəbul edən var. Hə, düzdür deyib qəbul eləmək olar. Amma sabah bu iş zamanı keçməmiş, 5-6 ay keçməmiş, yenidən pozulursa, həmin adamı çağırırlar ki, qardaş, bu işi sən görmüsən? Gəl bu işi görək nəticəsi nədir, niyə belədir? O zaman onlar onda bizi anlayır ki, hə, biz müəllimin yanına etmişdik. Müəllim də bizə bunu tövsiyə eləmişdi, amma biz onu götürmədik. Və məcbur qalırlar yenidən götürmək. Yenidən.